Bağırsaq bariyerinin pozulması çox vaxt düşündüyümüzdən daha sadə səbəblərlə başlayır. Birinci faktor: yanlış qidalanma. Az lifli, ultra işlənmiş və yüksək şəkərli qidalanma mikrobiota balansını poza bilər, iltihabı artırıb bağırsaq bariyerini zəiflədə bilər. İkinci faktor: mikrobiota balansının pozulması. Faydalı bakteriyalar azaldıqda bariyeri qoruyan maddələrin istehsalı azalır və bağırsağın müdafiəsi zəifləyir. Üçüncü faktor: xroniki iltihab. Uzunmüddətli iltihab bağırsaq hüceyrələri arasında qoruyucu əlaqələri zəiflədə bilər. Dördüncü faktor: infeksiyalar. Bəzi bakteriya, virus və parazitlər bağırsaq səthinə birbaşa zərər verə bilər. Beşinci faktor: dərmanlar. Xüsusilə bəzi antibiotiklər və ağrıkəsicilər mikrobiotaya və bağırsaq seyirli qişasına mənfi təsir göstərir. Altıncı faktor: xroniki stres. Uzunmüddətli stres bağırsaq funksiyasını, immun cavabı və mikrobiotanı dəyişdirərək bariyeri zəiflədə bilər. Stres bariyeri poza bildiyi kimi, pozulmuş bariyer də beynə gedən iltihabi siqnalları artıraraq stres reaksiyalarını gücləndirə bilər. Yəni bağırsaq bariyerinin pozulması adətən tək bir səbəblə deyil, bir-birini gücləndirən çoxsaylı faktorların təsiri ilə baş verir.